olmuş bu debut make-up'ını eləyirik qızlar. Daha doğrusu eləməyə çalışırıq. İşe birinci qaş sabitləməklə başlamaq istəyirəm. Amma gərək o makyajda qaşların nəzik olsun mənim qaşlarımda. Maşallah. Mən qaş sabitləyəndə heç yaraşmır. Neysə, bu konudan bağımsız gərək açıq rəngdə tonal kremdən istifadə edeyim. Mənim də ən açıq rəngdə tonal kremim budur. Bu da elə bir sarıdır. Bu oldu belə. Amma concealer'ı gərək ekstra ağ istifadə edeyim ki, daha da ağ dursun. Mənim də ən açıq concealer'ım bu concealer'da 0,1 nömrədir. Dəhşət açıqdır. Baxın sizə hətta belə göstərim. Çox açıqdır. Göz altlarımız gərək dəhşət çox açıq olsun. Niyə? Çünki bu debut makyajı 2000-ci illərdə edilən gündəlik makyajdır. Əsası keçirik göz makyajına qızlar. Mənim heç o tonlarda paletlərim yoxdur. Yəni ten paletlərim yoxdur. Bu iki paletlə əlimizdən gələni eləməyə çalışacağıq. Aynen bu ten paletinin ən açıq rəngini götürüb göz üstümdən belə keçəcəm. Bunu keçim gəlirəm. Hər iki gözümdən keçdim qızlar. İndi bu murmurun bu rəngindən keçəcəm. Bu hardasa biraz o tonlara yaxındır. Bunu da belə keçəcəm buradan. Nəsə düz qoş eləyib gəlirəm. Əlimdəki ten paletlərinin rənglərinə baxaraq, yəni oradakı makyajlara biraz oxşatdığımı düşünürəm və göz makyajımı tamamlayıb gəlirəm. Göz makyajımı bitirdim qızlar. İndi sən nə qədər kontur bronzer varsa hamısını zırlıyoruz yanlarına. Matlaşdırdım. Belə göstərim sizə. Son olaraq turşla dodaq qaldı. Onu da həll edib gəlirəm. Makyajımın son halı budur qızlar. Belə saçımı da belə düzəltdim. Sonra bir dənə videoda qoyacağım elə belə çəkdiyim. Necə oldu rəylərdə yazın. Məndən fikrinizi bölüşün. Bəyən